Salam dostlar. Bu videoda yenilenmiş bir bank programında istifadə olunmayan, bloklanmış, istifadəyə yararsız nömrənin yeni nömrə ilə dəyişilməsini göstərəcəm. Bunun üçün giriş bölməsinə daxil oluruq. Açılan xanada bir bank istifadəçiləri üçün giriş. Tətbiqə daxil olmaq üçün daha əvvəl qeydiyyatdan keçdiyiniz telefon nömrəsini və şifrə daxil edin. Deməli, telefon nömrəsi bölməsinə həmin o istifadə olunmayan nömrənizi daxil etməlisiniz. Çünki qeydiyyatdan həmin nömrə ilə keçmişdir. Həmin nömrəni daxil edirik. Sonra şifrəmizi daxil edirik. Şifrəmiz də 8 rəqəmli şifrədir. O hərf və rəqəmlərdən ibarət olan şifrədir. Həmin şifrəni daxil edirik. Mən telefon nömrəsini və şifrəni daxil edib videoya davam edəcəm. Bəli, istifadə olunmayan bloklanmış nömrəni daxil etdim və şifrəni daxil etdim. Daha sonra davam etmək düyməsini sıxıram. Bu zaman həmin o bloklanmış istifadəyə yararsız SMS gəlir. Amma o SMS bizi maraqlandırmır, çünki biz yeni nömrəmizi daxil etməliyik. Bunun üçün bu hissədə yazılan telefon nömrəni dəyiş. Qırmızı hərflərlə yazılmış bölməyə daxil olun. Açılan bölmədə yeni mobil nömrəmizi daxil edirik. Kapital bank kartının nömrəsini daxil edirik və Kapital bank kartının 4 rəqəmli pin kodunu daxil edirik. Məlumatları daxil edim, sonra videoya davam edəcəm. Məlumatları daxil etdim. Yenə davam etmək bölməsinə klik edirəm. Artıq yeni mobil nömrəmizə SMS gəlir. 2 dəqiqə ərzində gələn SMS-dəki rəqəmli kodu həmin bu hissəyə daxil edirik. Daha sonra bir bank proqramının giriş kodunu təyin edirik. Giriş kodunu təkrarlayırıq. Barmaq izi ilə tətbiqə giriş. Barmaq izi istifadə etmək düyməsinə basın və girişin təsdiqi üçün barmaq izindən istifadə edin. Barmaq izini tənzimləmələrdə istədiyiniz zaman təyin edə bilərsiniz. Barmaq izi istifadə etmək bölməsinə daxil oluruq. Barmaq izini tanıdırıq. Barmaq izi dəstəklənməyən telefonlarda həqiqi bu bölmə çıxmayacaq. Davam edirik və əməliyyat yekunlaşdı. Təşəkkür edirik. İndi bir bank tətbiqinin bütün imkanlarından istifadə edə bilərsiniz. Aşağıda bağlı yazılan hissəyə klik edirik. Beləliklə əziz dostlar, biz artıq mobil nömrəmizi yenisi ilə dəyişdik. Köhnə nömrə istifadəyə yararsız da ola bilər, özümüzdə olmaya da bilər, itə də bilər. Yəni onun bizdə olub olmamasının asılı olmayaraq biz yeni nömrəmizi əlavə edə bilərik. Hökmən şərt deyil ki, həmin nömrə özümüzdə olsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat.